Hoş gördük değerli izleyiciler. Bugün gelmişəm bina Atçılıq qəsəbəsi. 292 nömrəli məktəbin yanında 169 nömrəli marşrut, arxasında 179 buradan keçir. Bax şirin suyu, qazı, işığı, kupçası olan bir evi sizə təqdim edirəm. O belə bir gözəl havada. Evin dörd bir tərəfi təhlükəsizlik kameralarından təzyiq olundu. Evin ön hissələri qəşəng əl işləmələridir. Təkcə bir dənə görünüş tərəf yox, arxa tərəf də elə təzyiq olunur. Bir də arxa tərəfində çək qəşəng. Burası yayma mətbəxidir. İşin yayma mətbəxidir. Burada ama 6 dənə stol qoyulacaq. Burada da yeriyən manqalı var. Yanına çək. Burada yeriyən manqal var. Həyatın harasını istəyən dəyərləri bağlanır. Həyatın harasını istəyən sürü var. Həyatın yanı sahasına qəşəng daşlar döşənir. Keçid arasında içərisində. Daxil olan kimi birinci burada qladovkadır. Girdim paltarları çıxartdım. Burada kombi otağıdır. Bax bir dənə də pitmenutka buradadır ev üçün. O çöl üçün pitmenutkadır. Bu ev üçündür. Burada kombidir. Ev tam olarak stip oldu. Bir de tam olarak monolitin üstünde tikilir. Xırda kəməri yox. Option monolitin üstünde tikilir. Yəni belə qəşəng bir tablomuz var. Evin içi bəzəklidir. Qəşəng bəzəkliyib paduqalar vurulub. Yüngül qızılı işləmələr var. Yəni evdə görülən bütün iş idealdır. Gələn insansa buranın ustası ilə gəlsin də belə yox. Bura bir otaqdır. Aile otağıdır. Kondisioner için yer var, kondisioner de koyulacak. Evde bir tane kondisioner var, 2 tane lava koyulacak. Yani bütün otaqlara kondisioner koyulacak. Bura aile otağının sanitarla sanitaridir. Üstünün qəşəng işləmələri də var. Bura option'un sanitaridir. Biraz beləmsinə qəşəng tut, bu içi də tam görünsün. Mətbəxdir. 3 mərtəbəli mebel yıxılıb. Tavaq patoloqa kimi. Mərmərdəndir və bahalı burada. Belə də ventilator var. Bura bu. Belə eləyəndə işləyir, belə eləyəndə işləyir. Nə biləyənsən? Bax, burada düşdü. Əldə belə də çəkəndə sönür. Keçid alaq, digər otaqlara. Bu da bir otaqdır. Bu otaqda da kondisioneri qoyulacaq. Bu otaqda da kondisioner qoyulub veriləcək. Otaq genişdir. Gəl eləncə bahala boylar vurulur. Qəşəng bahala boylar vurulur. Uca boyda 25-30 manatla boylar deyil. Üstünə kimi tapılıb. Keçid alaq evimizin qonaq otağına. Bu da evimizin qonaq otağı. Yani oradan çıkışın tarafı, buranın kondisyonu lazım değil. 2 adet de kondisyonu koyulacaq. Burada təhlükəsizlik kamerasının altında göstərilsin. Burada twistindiği yeridir. Yuvarda saatine kimi bütün ayrıntıları hamısı fikir verilir. Burada da option, təhlükəsizlik kameraları qoyulub. Həyətin, manqalının, küçənin bir də arxa zavoru. Qiymət 118.000 manatdır. Reallık olsa endirim olacaq. Ünvanda ki, Binə qəsəbəsi 168 nömrəli marşrutda buradan keçir, 170 neçədir yadımdadır. O da arxadan keçir. Yəni şirin suyu, qazı, işığı hamısı da var. Sənə ki, Bakı helikopterdə nə istəyirsən, gəl al da. Ha oldu.